Mən bunun sonuna çıxacağım. Mən bunun axırına çıxacağım. Səs-küy nədir? Gəlin görək. Salam Veləkçi. Əleyhissalam. Bu məktəbin direktoru sizsiniz. Bəli, mənim. Siz bilirsiniz bu xarabada nələr baş verir? Bilirəm. Necə? Nə baş verir ki? Daha nə baş verəcək? Hər gün uşaq gəlir evə, ana mənə pul ver, məktəbdə pul yığırlar. Bacım, məktəbdə pul yığarlardı. Bəyən bu pulu götürüb cibimizə qoyulur. Xeyr, biz o pulu hamısını uşaqlara xərcləyirik. Bunlar bizim gələcəyimizdir. Nətər uşaqlara xərcləyirsiniz? O günləri pul yığmışsınız ki, güya Ukraynanın müstəqillik gününü qeyd edirsiniz. Başa düşdüm. Bizim müstəqillik gününü qeyd eləmək lazımdır. Tabi Ukraynanın müstəqillik gününü nə qeyd edirsiniz ki, mən başa düşmədim. Oyda, mən sizi necə başa salım, ay xanım. Nətər var, elə də başa salın. Savadsız xanımsız mən. Deməli, bilirsiniz xanım, biz güyan təşkilatına daxilik. Əşi, siz güyam hara daxilsiniz, cəhənnəmə özünüz bilərsiniz. Mən nə qarim? Xanım, ona görə də biz Ukraynanın da, Moldovanın da, Gürcistanın da müstəqillik gününü qeyd eləməliyik. Belə daş düşsün Ukraynanın da, Moldovanın da müstəqillik gününə. Sonra kimin müstəqillik gününü qeyd eləyərsiniz? Xanım, sonra gəlir Türkiyənin müstəqillik günü, sonra gəlir Rusiyanın müstəqillik günü, axı biz onlarla qardaşıq. Sonra gəlir Amerikanın müstəqillik günü, sonra da Fransanın. Deməli, Amerika dollarla, Fransa evro ilə. Bunu uşaq sizə görəmiş olmaz. Daş düşsün biri Fransanın, biri Amerikanın təpəsinə, biri də sizin təpənizə düşsün. O önləri pul yığıbsınız ki, güya karifeylər Şövkət Ələkbərova ilə Rəşid Behbudovun jubileyini qeyd edirsiniz. Bəli. Bunu başa düşdüm, bunlar karifeydirlər. Bəli. Tabi bu Elaris kimdir ki, onun jubileyini qeyd edirsiniz? Pul yığırsınız ki, Elaris'in jubileyini onu qeyd edirsiniz.